Salam, adım Gülə. Bugün sizə çoxlarının ingilis dilində səhv tələffüz etdiyi 6 ən əsas sözü düzgün tələffüz etməyi öyrədəcəm. İlk sözümüz enough. Bəli, bu eno deyil, enough deyil, bu enough tələffüz olunur. Məsələn, that's enough for today. İkinci sözümüzün isə iki tələffüzü var. Biri American English, biri British'tir. Məsələn, American English'də biz schedule tələffüz edirik, British'də isə schedule kimi tələffüz edirik. Yəni bu schedule tələffüz olunmur. Məsələn, I have a busy schedule for tomorrow. Üçüncü sözümüz isə şirin bir sözdür. Bunun tələffüzü chocolate. Yəni bu çokolate kimi tələffüz olunur. Məsələn, I love chocolate. Dördüncü sözümüz vegetable değil, vegetable. Məsələn, eat more vegetables. Bu sözümüz isə comfortable tələffüz olunur. Comfortable, comfortable. Məsələn, this sofa is very comfortable. Çox insan üçüncü gün olan Wednesday səhv tələffüz edir. Wednesday kimi və ya Wednesday kimi. Amma bunlar hamısı səhvdir. Düzgün tələffüzümüz Wednesday. Məsələn, today is Wednesday. Və son olaraq bonus məsləhət. Əgər siz tələffüzünüzü inkişaf etdirmək istəyirsinizsə və sözləri düzgün tələffüz etmək istəyirsinizsə, mən sizə iki yol məsləhət görə bilərəm. Bir, phonetic transcription, yəni fonetik yazıdan istifadə edə bilərsiniz. Bu sizə lüğətdə söz axtararkən ilk dəfə gördüyünüz sözü əlbəttə ki, düzgün tələffüz etməyə kömək edəcək. Bu biraz çətin bir versiyadır. Çünki hal-hazırda ikinci məsləhətim var. İkinci məsləhətimiz isə hal-hazırda olan mobil tətbiqlərlə bağlıdır. Bizim bir neçə translator tətbiqlərimiz var. Məsələn, Google Translator və ya Oxford Dictionary var. Siz bunları telefonunuza yükləyə bilirsiniz və oradan istədiyiniz və yeni gördüyünüz hər bir sözü axtarışa verə bilərsiniz. O sözün altında isə mütləq şəkildə tələffüzü klik edib dinləyə bilərsiniz. Bu ən asan yoldur. Sözsüz ki, dinləyəndən sonra təkrar etmək lazımdır ki, beyin yadda saxlasın. Və bu qədər. Bu 6 sözü düzgün tələffüz etdiyinizdə ingilis dilində daha təbii səslənəcəksiniz. İndi isə videonu sonlandırın. Sizə verdiyim 6 sözü yenidən özünüz tələffüz edin və sualıma cavab verə bilərsiniz. Bu sözlərdən hansı ən çox çətindir? Videonu like edin, kanala abunə olun və dostlarınızla paylaşın. Növbəti videolarda görüşənədək.